Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 11-ci sinif toplu adjektiv mövzusundan bir neçə testin izahına baxaq. Adjektiv qaydasına qulaq asdıqdan sonra mütləq test izahına qulaq asarsınız, çünki orada bütün göstəricilər aydın şəkildə qeyd olunub. Birinci testimizin izahında baxırıq. Birinci testimizdə göstəricimiz D artiklıdır. Bilirik ki, əgər cümləmizdə nöqtələrdən əvvəl Z varsa, biz sifətin üstünlük dərəcəsini qoymalıyıq. Ona görə də cavab olur A variantı. Digər variantlarda B variantı niyə adi dərəcə, C variantı qəbul etdiyi üçün müqayisə dərəcəsi, D və Y variantları isə strukturca tamamilə səhvdir. Çünki bir sözə həm more, həm həm most, həm est eyni anda artırmaq olmaz. Növbəti testin izahına baxaq. 8-ci testimizə baxaq. Nöqtələrdən sonra göstəricimiz var. Göstəricimiz zən. Bilirik ki, əgər cümləmizdə zən varsa, biz ora sifətin müqayisə dərəcəsini qoymalıyıq. Variantlarımıza baxaq. A variantı comfortable, rahat, adi dərəcə. B variantı more comfortable, müqayisə dərəcəsi düzdür. C variantı the most üstünlük. D variantı most üstünlük. Much comfortable isə strukturcu səhvdir. Çünki əgər cümləmizdə much varsa, ondan sonra gələn sifət ya erli, ya da morlu olmalıdır. Çünki much özü birbaşa müqayisə dərəcəsi istəyən bir göstəricidir. Növbəti testimizdə 11-ci testə baxaq. 11-ci testimizin göstəricisi əz-əzdir. Bilirik ki, cümləmizdə əz-əz varsa, mütləq ora sifətin adi dərəcəsini qoymalıyıq. Ona görə də cavab olur Y variantı. Digər variantlarda B müqayisə, A üstünlük, C üstünlük, Y isə müqayisə dərəcəsidir. Növbəti testimizdə 19-cu testə baxaq. Ümumiyyətlə artikel testi, daha doğrusu adjektiv testi işləyərkən mütləq artikel hissəsinə diqqət edin. Əgər nöqtələrdən sonra silent isim varsa, onun önünə sifət qoyarkən adi və müqayisə dərəcəsinə mütləq və mütləq EN artiklı bir sifət qoymalıyıq. Baxırıq variantlarımızda A variantında much silent strukturda səhvdir, çünki bayaqda qeyd etdik, muchdan sonra müqayisə gələr. C variantında baxırıq, silent gəlib, burada boy var, artikel işlənməyib, mütləq artikel işlənməlidir, ona görə də C variantı səhvdir. Y variantı ümumiyyətlə belə bir struktur işlətmək olmaz, 5-dən sonra heç vaxt sifət olmaz, çünki 5 sifətdir və sifətdən sonra birbaşa sifət gəlməz. B variantında the most silent olsaydı düz idi, ona görə də B variantı səhvdir. D variantı artıq doğrudur, çünki D variantında he is a silent boy, o sakit bir oğlandır deyirik. Və mütləq yenə deyirəm, əgər nöqtələrdən sonra isim gəlibsə, həmin ismin silent tək olmasına diqqət edin. Növbəti testimizə baxaq. Cümləmizdə ipucu olaraq, göstərici olaraq one of var. Bilirik ki, one of varsa biz bura sifətin üstünlük dərəcəsini qoymalıyıq. Variantlarımızdan A adi, B müqayisə, D much ümumiyyətlə strukturu səhvdir. C variantı much more favorite, bu müqayisə dərəcəsidir. Ona görə cavab olur Y variantı the most favorite. Tərcümədə deyir ki, tulip is the most favorite one of my all the flowers in the garden. Burada sizə bu nüans qarışdıra bilər. Tərcümədə deyir ki, tülpan mənim bağda sevdiyim, ən çox sevdiyim, ən sevimli güllərimdən biridir. Növbəti testin izahına baxaq. 41-ci testdən baxırıq ki, cümləmizdə hansı göstərici var? Cümləmizdə not so göstəricisi var. Bilirik ki, not so göstəricisi, digər tərəfdə də as var. Not so as ya da as ya da not as. Bunlar kimi deməkdir və mütləq onlar arasında adi dərəcə qoyulmalıdır. Ona görə cavab olur A variantı. Deyir ki, it is not so hot in the north as in the south. North'da, south'dakı kimi isti deyil. Növbəti testimizin izahında 62-ci testə baxaq. Göstəricimiz varmı cümlədə? Bəli, var. Göstəricimiz a little. Bilirik ki, a little varsa mütləq müqayisə dərəcəsi qoyulmalıdır. Variantlardan müqayisə olmayanları çıxaq. B variantı longest, D variantı most s ümumiyyətlə struktur səhvidir. Y variantında yenə most s struktur səhvidir. C variantında more işlətmək olmaz. Cavab olur A variantı. Bu arada da testin başına adverb yazılıb. Long həm sifət, həm də zərf forması eyni olan sözlərimizdəndir. Növbəti testdə 69-cu testə baxaq. Göstəricimiz cümlədə hər iki nöqtə var. Hər iki nöqtəmizin göstəricilərinə baxaq. Birinci göstəricimiz to'dur. Bilirik ki, to'dan sonra mütləq adi dərəcə qoyulmalıdır. Birinci nöqtəsi adi olmayanları çıxıram. A easiest, C easier, D easier variantlarını çıxırıq. Cavab olur ya B ya da Y. İkinci nöqtəyə baxırıq. Deyir ki, bu sual çox asandır. Şagirdlər cavab verdilər. Çətin olanlara, ən çətin olanlara da cavab verilir. İndi burada diqqətlə nəyə baxırıq? Nöqtələrdən sonra once gəlib və once qaydasında bilirik ki, bu ismi əvəz edir. Demək ki, bunun önünə qoyduğumuz sifətdir. Burada mənaca Y variantını qoysam, mütləq bura Z qoymalıyam. Çünki sifət yazıramsa, sifətin üstünlük dərəcəsi mütləq Z olmalıdır. Yəni, burada boşluqda da Z artiklı olmadığı için onu seçə bilmirəm. Cavab olur B variantı. Əgər burada once yox, one olmuş olsaydı, bu zaman biz a more difficult one deməliydik. Ona görə də bu tipdə testlərdə once əvəz edici olarsa, həmin qarışdırıcı nüanslara diqqət edin. Əgər cümlədə ismi əvəz edən söz one yazılıbsa, onun qabağına sifət
sifət qoyarkən ona mütləq artikel qoymalıyıq. Məsələn, mənim telefonum qırılıb, mən alıram a new one, yeni birini. Mənaca mütləq əgər one sözü ismi əvəz eləyibsə, həmin ismin artikelini də həmin sözə qoymaq lazımdır. Növbəti testə baxırıq. Göstəricimiz cümləmizdə zəndir. Bilirik ki, zən müqayisədir. Baxırıq müqayisə olmayanları. Meninin müqayisəsi mordur deyə bu səhvdir. B variantı matchın müqayisəsi mordur, səhvdir. D variantı few yox, few olmalıydı, olmalıydı, bu səhvdir. Cavab ya C ya da Y qalır. Bilirik ki, less little'ın müqayisəsidir. İkinci tərəfə gəldik. İkinci tərəfdə artıq because deyir ki, we eat less than we use. Biz həmişəkindən deyə çox az, daha az yeməliyik. Çünki we are trying to stay. Biz istəyirik ki, qalaq. Bu tipdə testlərdə mütləq diqqətli olun. Biz trying to stay, biz qalmaq istəyirik. Necə qalmaq istəyirik? Qoyduğumuz söz sifətimiz zərfmi? Görürsünüz, variantımızda bir sifət var, bir də zərf var. Stay qalmaq mənasında ümumiyyətlə hərəkətsiz feil sayılır. Məsələn, bu feillərə hansılara aiddir? To be olmaq feilidir, become olmaq feili, feel hiss etmək. Bu tipdə feillərdən biri də hesab olunur. Ona görə də burada biz seçirik healthy. Healthy qalmaq istəyiriksə daha az yeməliyik. 80-ci testin izahına baxaq. 80-ci testdə spend money. Nöqtələrdən sonra money verilib. İsimli və önünə mütləq sifət qoymalıyıq. Baxırıq ki, less olar. C variantı more olar. D variantı olmaz çünki bilirik ki, few sözünün müqayisəsidir. Few'dan da sonra heç vaxt money işlətmək olmaz. Çünki money sayılmayandır, few isə sayılan isimdir. Ona görə biz qalırıq A, B və C variantları arasında. Zən olduğu üçün də bura little qoya bilmərik. Little adi dərəcədir. İkinci tərəfə gəlirik. İkinci tərəfdə deyirik we both were not. İndi sifət var. Sifətin önünə most varsa demək ki, bunun 99% Z olmalıydı. Çünki özündən əvvələ gəl pronoun yoxdursa Z olmalıdır. Burada da pronoun olmadığı üçün Z yoxdur, çıxırıq. B variantı mənaca uyğun gəlir deyə bunu saxlayırıq. Y variantına strukturca, formaca səhv deyil deyə bunu saxlayırıq və tərcümə edirik. Deyir ki, əvvəlcə B-ni, sonra isə C variantını yerinə qoyaraq tərcümə edirəm. B variantı deyir ki, biz less money xərclədik səndən, biz daha az pul xərclədik səndən. Çünki paltarlar hansı ki biz almışıq, səninki kimi baha deyildi. Demək bu mənaca düzdür. Biz səndən az pul xərcləmişik. Çünki bizim aldığımız paltarlar sizinki kimi baha deyildi. Ona görə B variantı mənaca uyğun gəlir, amma C variantına mütləq diqqətlə baxaq. C variantı deyir ki, biz sizdən daha çox pul xərclədik, more money xərclədik. Çünki bizim paltarlar hansı ki biz almışıq, onlar səninkilərdən baha deyildi. Əgər mən aldığım paltar səninkilərdən baha deyilsə, biz burada more pul xərcləməməliydik. Həm də burada bir nüansı da sizin nəzərinizə çatdırım. Əgər burada biz iki paltarı müqayisə ediriksə, bir paltar bizim aldığımızdır, bir də sizin aldığınız paltarı müqayisə ediriksə, mütləq bu hissədə bir zən olmalıydı ki, səninkindən baha deyil. Yəni more expensive işlətmək üçün mütləq burada zən olmalıydı. Ona görə də burada cavab olur B variantı. Növbəti testin izahında. Burada belə bizə cütlük verilib. Hansı ki bu testlər artıq toplulularda demək olar ki yeni düşür. Variantların hamısını tərcümə etməlisiniz və hansı sifət deyilsə onu çıxırsınız. 82-də A variantında love sevməkdir deyə yanlışdır. B variantında difference fərq deməkdir, yanlışdır. Different olsaydı bu sifət olardı. C variantında honest şərəf, vicdan, düzgünlük, yəni isimdir deyə bunu çıxır. Honesty olsaydı düz idi. D variantında fonetika deməkdir deyə bunu çıxırıq. Y variantı artıq doğrudur. Çünki nazik, qəşəng, ancient isə qədim deməkdir. Ona görə cavab olur Y variantı. 87-ci testə baxırıq. Bizdə cümləmizdə heç bir ipucu yoxdur. This is valuable advice to follow. İzləmək üçün deyir bu, yəni qulaq asmaq üçün yaxşı məsləhətdir, dəyərli məsləhətdir. Məsləhət sözünə diqqət edirik. Bu tipdə testlər əvvəlki toplularda qeyd olunmurdu. Yəni artikl tələb edən ya da etməyən. Bilirik ki, məsləhət sayılmır və önünə EN artiklı qəbul edə bilməz. Ona görə A variantı, C variantı və D variantını çıxırıq. Qalırıq Y və D variantları arasında. A, C, B variantının çıxdıq artıq. İndi baxırıq diqqətlə. Match bayaq da qeyd etmişdim. Matchdan sonra mütləq ya match ya da match more gəlməliydi. Burada da valuable çox hecalı olduğu üçün mütləq struktur belə olmalıydı. Match more valuable. Ona görə də cavab oldu D variantı. Tərcümədə deyir ki, bu qulaq asmaq üçün, izləmək üçün ən dəyərli məsləhətdir.
91-ci testə baxırıq. This monkey as bu tip burada 2 dənə heyvan ya müqayisə olunub bir-birindən ya da onun kimi mənası verib. Deyir ki, bu meymun ayı kimi. A variantı böyükdür. Bu mənaca düzdür. Çünki as ortada isə adi dərəcə verilib düzdür. 91-ci testin B variantında Z artikli olmalıydı. Olsa belə məna düz gəlmirdi. Çünki məna belə olurdu. Bu meymun ən böyükdür. Sonra bir dənə də variantda gəlirdi ayı. Bu da mənaca uyğun gəlmirdi. Digər variantlarımızda struktur səhvlərimiz var. Burada more air yazılıb deyə bu struktur ümumiyyətlə səhvdir. Most best biggest bu ümumiyyətlə səhvdir. As bigger də as-dən sonra adi dərəcə qoyulur. Burada isə müqayisə dərəcəsi qoyulub deyə yanlışdır. 93-cü testin izahına baxaq. Cümləmizdə ipucu olaraq 2 ipucumuz var. Biri bu şəhərdə, bir də nöqtələrdən əvəzə verilib. Demək ki, biz bura mütləq və mütləq üstünlük dərəcəsi qoymalıyıq. A variantında most educated olmalıydı, səhvdir. B variantında yenə most olmalıydı. D variantı much strukturu səhvdir. Muchdan sonra müqayisə gələr burada, amma Z var deyə biz artıq üstünlük gətirməliyik. C variantı more educated adi müqayisə dərəcəsidir. Ona görə cavab olur. Y variantı the most educated. Növbəti testdə 112-ci testin izahına baxırıq. Ofol var. Ofol bilirik ki, üstünlük dərəcəsi istəyir bizdən. Əgər cümləmizdə ofol varsa nələri seçə bilmərik? Much, pretty seçə bilmərik. More air ümumiyyətlə səhvdir. Most est ümumiyyətlə səhvdir. Yenə C variantında more, pretty. Bu da həm pretty bir hecalı sayılır. Ona görə daha çox ES-lə düzəlir. Düzü ikili forması da var, amma gördüyümüz kimi variantda bizdə elə birbaşa üstünlük dərəcəsi verilən versiya var deyə ona görə seçirik Y variantını. Mütləq test işləyərkən göstəricilərə diqqətli baxın. Əgər 2 nöqtə varsa buradakı test kimi həmin göstəricilərə də xüsusi hər nöqtənin öz göstəricinə baxın. Məsələn, burada 2 nöqtəmiz var. Burada zən bağlayıcısı var, zən var. Bilirik ki, zən müqayisə dərəcəsi istəyir. Birinci tərəfə müqayisə olmayanları çıxaq. Bir dənə müqayisə olmayan little variantı deyə bunu çıxırıq. Less, more, fewer. Nöqtədən sonra gələn ismə baxmalıyıq. Time. Bilirik ki, time sayılmır. Sayılmırsa önünə few qoymaq olmaz. Ona görə D variantı çıxdı. Bunu quantify dərsində bilirik ki, sayılmayan isimlərin önündə nə few, nə də main işlətmək olmaz. Daha çox işlədirik much və little. Less də bilirik ki, little müqayisəsidir. Ona görə A-nı, B-ni və C-ni birinci tərəfə görə saxlayırıq. İndi gəlirik ikinci tərəfə. Burada tərcümə ilə C variantını qoymağım üçün burada zən olmalıydı. Deməli idim ki, mən həll etdim, səninkindən daha çətin. Ona görə də burada C variantı yanlışdır. C variantının üstünə xətt çəkirik ikinci tərəfə görə. A variantını qoysaydım mütləq bunun qabağına Z artiklı qoymalıydım. Z qoyulmayıb çünki bu sifətlərsiz sifətin müqayisəsində mütləq üstünlüyündə daha doğrusu artikl olmalıdır. Ona görə cavab olur B variantı. Və tərcüməyə baxırıq. Mən keçirdim, mən xərclədim ya da sərf etdim less time. Mən az vaxt sərf etdim. Than you, səndən. Çünki the problem that, problem hansı ki I solved, mən həll etdim. O səninki kimi çətin deyildi. Elə birbaşa da mənamız uyğun gəlir. Bayaq da belə bir test qabağımıza çıxmışdı ki, çox pul xərclədim. Bax, oradakı məna eyni burada da qeyd olunub. 114-cü testə baxaq. Daha doğrusu 14-də baxdıq, 15-ə baxırıq indi. 15-də veri var. Bilirik ki, veri göstəricilərimizin içində özündən sonra adi dərəcə istəyən idi. Baxırıq variantlar. A variantında much səhvdir, B variantı more səhvdir, C variantı veri varsa as artıq səhvdir, C variantında da veri varsa artıq so işlətmirik, ona görə cavab olur Y variantı. Biz cümlədə ümumiyyətlə göstərici işlədərkən bilirik ki, so da göstəricilərimizin içində var idi ki, hansı ki adi dərəcə istəyir, saç da var idi. Bunları işlədərkən həmişə birini işlədirik. Məsələn, saç sonra so demirik, veri yoxsa sonra so demirik. Artıq bir göstərici varsa, yəni veri varsa artıq digərlərinə ehtiyac yoxdur. Ona görə C və D variantlarına çıxırıq, cavab olur Y variantı. 120-ci testin izahında yenə bizdən adjektiv soruşur. Mütləq bütün variantlardakı adjektiv olmayanlar çıxırıq. B variantında obstacle, maneə, əngəl nə? C variantı nutrient, qida nə? Glory, şərəf, şöhrət, bu da nə? Sonra A variantında trouble, dəhşətli deyil, dəhşət. Ona görə bu da getdi. Y variantı düzdür, çünki birbaşa able şəkilcisi var. Condensed ed şəkilcisi sifət düzəldir və tərcüməsi affordable, condensed qarışıq, qatışmış, qarışdırılmış, affordable da mümkün ola bilən deməkdir. 120-ci, daha doğrusu 123-cü testin izahına baxırıq. Burada göstərici olaraq bizə nə verilib? Have ever eaten verilib. Bilirik ki, əgər cümləmizdə have ever eaten varsa, bu artıq üstünlük dərəcəsi sayılır. Variantlarda dərəcə istəmir bizdən. Ona görə mütləq tərcüməyə baxmalıyıq. Əgər cümləmizdə variantlarda dərəcə istəmir, yəni variantlar dərəcə üzrə verilmişdə, artıq have ever eaten olmalıydı üstünlük dərəcəsi. Çünki yediyim, gördüyüm, bildiyim mənasını işlədirik. Bu test bizə zərf dərsindən olan bir əslində qaydadır. Zərf dərsində biz demişdik ki,
taste sözü hərəkət bildirməyən feildir. Yemək dadır deyərkən onu biz mütləq sifətlə təyin edirik, zərflə təyin edə bilmərik. Bir daha deyirəm. Taste dadmaq, smell iyləmək, qoxlamaq, sound səslənmək, bu tipdə feillərimiz var ki, bunlar hərəkət bildirmədikləri üçün sifətlə təyin olurlar, amma feillə bunları təyin etmək olmaz. İndi biz burada elə bir söz qoymalıyıq ki, bunlar sifət olsun. Bilirik ki, İngilis dilində ly şəkilçisi sifət də düzəldən şəkilçisidir, zərf də düzəldən şəkilçisidir. Bunu burada qeyd edeyim. Əgər ly şəkilçisi sifətin üzərinə əlavə olunubsa, buradan yaranan söz olur zərf. Yox, əgər başqa bir nitq hissəsinə əlavə olunubsa, buradan yaranan söz olur sifət. İndi gəlin sözlərin kökünə baxaq. Awful dəhşətli deməkdir. Ly artırıldısa oldu zərf. Ona görə A variantı səhvdir. B variantında bitter acı deməkdir. Ly artırıldısa oldu bitterli acı şəkildə. Bu artıq zərfdir deyə bunu çıxıram. D variantında sweet var şirin. Ly artırıldısa artıq oldu şirin şəkildə. Yəni zərf olduğuna görə bu variantı da çıxıram. Pleasant, xoş. Ly artırıldısa artıq oldu zərf. Ona görə bunu da çıxırıq. Cavab oldu wonderful. Bilirik ki, full birbaşa ilə sifət düzəldən şəkilcidir. Bir daha qeyd edirəm. Bəzi feillər hərəkət bildirmədiyi üçün sifətlə təyin olunur və sifətlə təyin edərkən mütləq cümlənin mənasına diqqət etməliyik. 26-cı testin izahına baxırıq. Burada ipucu olaraq bizdə ikinci tərəfdə əz-əz qaydası var. Bilirik ki, əz-əz adi dərəcə istəyir. Ona görə adi dərəcə olmayan sözlərin hamısını variantdan çıxırıq. A variantında more dal, səhvdir. Ümumiyyətlə dal bir hecalı sözdür, darıxdırıcı. Onun da qabağında more artırmaq ümumiyyətlə olmaz deyə bu çıxdı. Sonra D variantında more impressive, səhvdir çıxdıq. Y variantı isə çox kobud, səhv verilib, bəddir verilib. Ümumiyyətlə bu tamamilə səhv bir strukturdur. Ona görə bu testi də çıxırıq, qalırıq ya B ya da C variantı arasında. Və birinci nöqtələrdən sonraya baxırıq. Professional, professional. Yəni bu sözün özü artıq sifətdir. Biz bunun önünə nə qoya bilərik? Ver qoya bilərik. Amma maç qoya bilmərik. Çünki maçdan sonra mütləq maç sonra more qoymalıydıq. Test izahında başlarında dedi ki, maç varsa mütləq more da işlədilməlidir. Ona görə cavab oldu C. Yenə də mütləq seçdiyiniz bütün variantları tərcümə edin ki, artıq qaydanı tam mənimsədiyinizə əmin olasınız. Demək burada deyir ki, kinonun direktoru was very professional, professional idi və film gözləniləndən impressive idi. Demək ki, o qədər gözəl imiş və o da filmi də çox təsirli imiş. Demək ki, cavab oldu C variantı. 129-cu testə baxırıq, zən qaydası var. Qayda izahında da qeyd etmişəm. Əgər sizin cümlənizdə and varsa və and sağı solu iki tərəfi eyni anda sifət istəyirsə, bax bir daha deyirəm, and cümlənin hər hansı bir yerində olursa bu başqa bir şeydir. Məsələn, 126-cı testdə baxırıq 126-da 126-cı testdə bizə demişdi ki, direktor çox professional idi. Ona görə də film belə təsirli oldu. Bu testdə and var. Fikir verək, gəlin birlikdə. And var, görürsünüz. Burada and cümləni iki ayrı-ayrı cümləni bir-birinə bağlayırdı deyə biz birinci tərəfə də tamamilə başqa bir qayda ilə irəlilədik. İkinci tərəfdə də tamamilə başqa bir qayda ilə irəlilədik. Amma 129-cu testdə and bağlayıcısı sağı solu sifət istəyir. Yəni bu bizdə iki sifət istəyir. Bu zaman anddən bu cümlədəki ipucu andin hər iki tərəfinə eyni dərəcəni istəyir. Yəni birinci tərəfdə, ikinci tərəfdə müqayisə istəyir. Bir daha deyirəm, cümlədə and varsa bu bir başqa qaydadır. And hər iki sifəti bağlayırsa bu tamam başqa qaydadır. Əgər and iki sifət istəyirsə, demək ki, hər iki sifət eyni dərəcə olmalıdır. Ona görə də zəm müqayisə istədiyi üçün biz digər müqayisə olmayanlar çıxırıq. A variantının hər ikisi üstünlükdür. C variantının birinci tərəf üstünlükdür. Y variantının birinci tərəf wide, enli, geniş, bu da adi dərəcədir. B variantının ikinci tərəfi üstünlükdür. Est var. D variantı artıq doğrudur. Tərcümədə deyir ki, are the street wider and cleaner than they were some years ago? Deyir ki, küçələr əvvəlki bir neçə il əvvəl olduğundan daha geniş və daha təmizdir. Gəlin 30-cu testin də izahına baxaq. 30-da one of qaydası var, bilirik. One of-da üstünlük qoyuruq. Burada da yenə bizdə and verilib. Andin sağı və solunu istəyir. Demək ki, biz hər iki tərəfə eyni dərəcə qoymalıyıq. Tərcümə ilə deyir ki, one of-a da üstünlük qoyuruq deyil. Demək, hər iki tərəf tərcümə olur. Daha doğrusu üstünlük olur. Mark Twain deyir, Amerikan yazıçılarından böyük və populyar Amerikan yazıçılarından biridir. Yaşayıb, öz uşaqlığında balaca bir kənddə. İndi bu testdə üstünlük dərəcəsi qoymalıyıq. Bizim belə bir qaydamız var idi. Birinci Z ikinci tərəfə də bəs eləyər. Birinci most ikinci tərəfə də bəs eləyər. Ona görə də bu nüansda bir xırda qaydaya diqqət edək. Məsələn, A variantında birinci tərəfə olmalıydı Z
olmalı idi. Çünki sən bura the greatest qoy, birinci mostda həm də heç great-ə most artırmaq olmaz deyə heç həmin tərəfə də görə səhvdir. The greatest olmalı idi. İkinci tərəfdə most popular olmalı idi. Ona görə A variantı səhvdir. B variantı great adi dərəcədir deyə səhvdir. C variantı greater müqayisə dərəcəsidir deyə səhvdir. Bizə hər iki tərəf üstünlük istəyir, çünki cümlədə bu məna var. D variantı more great bir hecaldır, həmçinin də üstünlük dərəcəsi olmalıdır. Cavab oldu Y variantı. İndi sizi burada bir nüans çaşdıra bilər ki, burada biz great qoymuşuq, amma ikinci tərəfdə mostun Z-si yoxdur. Yadımızda saxlayırıq. Bizim qaydamızda belə bir qayda var idi. Əgər üstünlük dərəcəsi qoyuruqsa, əndin bir tərəfindən digər tərəfinə ya da müqayisə qoyuruqsa, birinci tərəfdə işlətdiyimiz Z, most ya da eləcə Z ikinci tərəfə də bəs edir. Yəni bu Z həm greatsin, həm də Z-nin, mostun Z-si hesab edilir. 136-cı testin də izahına baxırıq. Deyir ki, on the days of the race they put on their dresses. İpucu olaraq bizə bir dənə burada qəşəng verib pronoun. Bilirik ki, qaydadan bilirik ki, pronoun özü artikel istəmir. Yəni sifətin aidisi də olsa, müqayisəsi də olsa, üstünlüyü də olsa, nə olur olsun, biz pronounlara, yəni əvəzliklərdən sonra artikel işlədə bilmərik. Baxırıq burada A variantında Z var, B variantında E var, D variantında E artikeli var, Y variantı ümumiyyətlə strukturca ən kobud səhvdir, çünki good kökündən dəyişəndə ona görə cavab oldu. C variantı. Tərcümədə deyir ki, yarış günlərinin birində onlar geyindilər öz ən yaxşı paltarlarına. Yarış günü onlar özlərinin ən yaxşı paltarlarını geyindilər. Their best dresses. Əgər burada their söz olmasaydı biz A-nı seçərdik. Deyərdik ki, ən gözəl paltarları geyindilər. Their olduğu üçün deyirik onların, yəni özlərinin ən gözəl paltarlarını geyindilər. Gəlin birlikdə 139-cu testə də baxaq. Yenə burada and var. Andın sağını, solunu özümüz təyin edirik. Demək, hər iki tərəfi ya adi, ya müqayisə, ya üstünlük qoymalıyıq. A variantına baxırıq. Most varsa burada mütləq Z olmalıydı, sifətin üstünlüyüdür. B variantı ola bilər, bunu saxlayıram. C variantında bir tərəfdə more yazıbsa, ikinci tərəfdə artıq more sözünü təkrar işlətməyə ehtiyac yoxdur. Həm də more bir sözə həm more, həm də soft ter artırmaq olmaz. D variantında the most delicious düzdür, amma soft sözü mostla düzəlmir. Soft sözü S-lə düzəlir deyə buna ekstra bir S artırmalıydı. Ona görə də D variantı da səhvdir. Y variantında soft sözü more-la yox, R-lə düzələn söz olduğu üçün buradakı more buna bəs etmir. Onun özünün R olmalıdır. Demək ki, cavab oldu burada. B variantı tərcümədə deyir ki, what is the most delicious and softest food you have tried? Yoxladığın deyir, ən dadlı yemək, ən yaxşı, yumuşaq yemək hansıdır? 140-cı testimizin də izahına baxırıq. 140-da ipucu. Song verilib, nöqtələrdən sonra song verilib, önünə sifət qoyuruqsa mütləq sayılan təqsim olduğu üçün artiklı da olmalıdır. C variantında olmalıydı better. Və bu arada bir şey qeyd edim, burada awful var. Awful bilirik ki, üstünlük istəyir. Üstünlük. Ona görə C müqayisədir, səhvdir. Y strukturdur, səhvdir. Bir sözə həm more, həm R artırmaq olmaz, həm də adi dərəcə müqayisədir deyə səhvdir. Good adi dərəcə deyə səhvdir. Best'in Z'si olmalıydı, səhvdir. Ona görə cavab oldu A variantı. 142-ci testə də baxaq. 142-ci testdə she is as a writer than as an actress. Burada bir qəşəng qarışdırıcı nüans var. Mütləq bu qaydaya diqqətli baxın. Görürsünüz ki, burada as da var, as da var, amma than da var. Burada as öz yəni həmişə kimi mənası yox. Məsələn, aktrisa kimi, yazıcı kimi, yəni bu başqa bir əzdir. Buradakı əzin like kimi sinonim var. Like an actress. Bax, belə də yaza bilərdi. Demək, zən bizdən müqayisə istəyir. Zən müqayisə istəyir deyə biz burada strukturca çıxırıq. A-dakı much feyməsi, sonra D-dəki most feyməsi, C-dəki əzi. Bunu bir dəqiqə işarə qoyun, bunu dəqiq sizə bir fərqində göstərim ki, çaşmayasınız test yazanda. Y variantında da iz verilibsə artıq bir iz də olmaz, not as famous də olmaz. Demək, burada cavabımız olur B variantı. İndi biz bir dənə təmizləyək və qaldığımız sizə göstərmək istədiklərimi göstərim. Burada cavab B-dir. Çünki tərcümə ilə deyir ki, she is more famous as a writer. O yazıcı kimi daha məşhurdur. Than as an actress. Aktrisalıqdan, yəni aktrisalığından çox o yazıcı kimi məşhurdur. Məncə B variantı tamamilə uyğundur. Ona görə biz burada o variantı seçə bilərik. Bu düzdür. İndi gəlin C variantına baxaq. Bəzən siz burada zənə fikir vermədən famous as a writer deyə bilərsiniz. Bu zaman bu cümlənin ardı olmamalıydı və bu cümlə burada bitib belə olmalıydı ki, she is as famous as a writer. O yazıcı kimi, yəni hər hansı bir yazıcı kimi məşhurdur. Ona görə də mənaca bu cümlənin arxasında artıq deyir ki,
aktrisalıqdan artıq mənanı tamamlamalıyıq. Biz buraya elə bir forma qoymalıyıq ki, cümlənin ardı da bizlə uyğun gəlsin, mənaca uyğun gəlsin. Ona görə B variantı doğrudur. C variantı strukturca səhvdir, çünki artıq cümləmizdə zəm var. Və buradakı əzm funksiyası sadəcə bənzətmə kimi işlənən like-ın sinonimi hesab olunur. İnşallah ki, sifət dərsinin qaydasına qulaq asdıqdan sonra test izahına da qulaq asıb bütün sifətlə bağlı boşluqlarınızı doldurarsınız. Bir daha onu qeyd edeyim ki, sifət işləyərkən mütləq zərf qaydasından da bilməyiniz lazımdır. Yəni bir neçə test var idi ki, burada bir qarışıq düşmüşdü. Yəni testdə birbaşa sizdən zərf istəyirdi. O nüanslara mütləq diqqət edin. İnşallah ki, növbəti videolarda görüşərik.